arc sinus x funksiyasından danışanda, deməli funksiya bəhsini tam öyrənmiş, başa düşmüş şagirdlərin birinci sualı mənə olur ki, siz axı funksiya bəhsində demişdiniz ki, biz ancaq monoton olan funksiyaların tərsindən danışacağıq. Axı bu arc sinus x monoton deyil. Necə biz onun tərsini tapa bilirik? Deməli, bu arc sinus x funksiyasından danışanda və bu bilirik ki, sinus x funksiyasının tərsi. Sinus funksiyasını bütün ədəd oxunda yox, sadəcə sıfıra yaxın olan elə bir interval, daha doğrusu parça seçilir ki, həmin o parçada sinus x funksiyası monotondur. Sıfıra yaxın olan və sinus x funksiyasının monoton olduğu ilk ən yaxın, ən maksimal parça mənfi pi bölü 2 ilə pi bölü 2 parçasıdır. Məhz ona görə bu funksiyanın qiymətlər oblastı olaraq, daha doğrusu bu funksiyanın birinci baxıraq, ilk bərabərdir sinus x funksiyasına. Hansı aralıqda daha doğrusu hansı parçada mənfi pi bölü 2 ilə pi bölü 2 parçası. Təbii ki, bu parçada bu funksiyanın qiymətləri alır mənfi 1 ilə 1 arası. Demək, bu qiymətlər oblasında olur mənfi 1 ilə 1 parçası. Demək, bu funksiyanın, sinus x funksiyasının bu parçada qiymətləndirilən və bu parçaya əsasən, yəni bu parçada təyin olunmuş sinus x funksiyasının tərsindən danışıram. Demək, ona görə də arc sinus x funksiyasının qiymətlər oblastı mənfi pi bölü 2, pi bölü 2 parçası, təyin oblastı isə mənfi 1 ilə 1 parçası. Yəni, məhz ona görə bunu bu cür daxil etmişik. Deməli, təyin oblastı oldu mənfi 1 ilə 1 aralığı. Çünki fikir verin, həmin bu funksiya sinus x funksiyasının tərsidirsə, onda bunun təyin oblastı olaraq bunun qiymətlər oblastı götürməliyik və tərsinə bunun qiymətlər oblastı olaraq bunun təyin oblastı. Deməli, y ilə bərabər idi mənfi pi bölü 2 ilə pi bölü 2 parçası. Bu qədər.